Rusiya tərəfindən isə bu dövlətlərin ünvanına sərt bir xəbərdarlıq yenidən işlədilib. Bu dəfə də qeyd olunur ki, sizin əraziləriniz zərbələr altında qalacaq. Rusiya bu ölkələri zərbələrə məruz qoyacağı ilə bağlı daha bir hədə dilə gətirib. Görək, Rusiyanın hədəsində, hədə-qorxu siyasətində və təhdid ritorikasında bu dəfə daha hansı ölkələrin ərazisində hücumların ola biləcəyi ilə bağlı anonslar səsləndirilir və Rusiyanın təhdidlərinin, hədələrinin Ukrayna müharibəsinin davam etdirildiyi bir ərəfədə yenidən bu şəkildə genişləndirilməsi əslində nəyin göstəricisidir? Xəbərlərin detallarında hər halda bununla bağlı müəyyən məqamlar üzə çıxacaq. Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Shoygu Finlandiya və Baltikyanı ölkələrə Ukrayna pilotsuz uçuş aparatlarının hücumları qarşısında Rusiyanın özünü müdafiə hüququnu xatırladıb. Shoygu mediaya açıqlamasında bu barədə danışıb, son zamanlar Ukraynanın pilotsuz təyyarələrinin Finlandiya və Baltikyanı ölkələri üzərindən Rusiyaya qarşı hücumları daha tez-tez baş verir. Nəticədə mülki şəxslər əziyyət çəkir və mülki infrastruktura ciddi ziyan dəyir. Bu iki halda baş verə bilər. Ya qərb hava hücumundan müdafiə sistemləri artıq yaxın şərqdə olduğu kimi son dərəcə qeyri-effektivdir, ya da bu dövlətlər bilərəkdən öz hava məkanlarını açıq saxlayır və bununla da Rusiyaya qarşı təcavüzə qoşulurlar. Sonuncu halda silahlı hücum halında dövlətlərin özünü müdafiə hüququnu nəzərdə tutan BMT nizamnaməsinin 51-ci maddəsi beynəlxalq hüquqa əsasən qüvvəyə minir deyə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Shoygu tərəfindən bu fikirlər bir daha dilə gətirilib. Bəli, Rusiyanın daha bir hədə-qorxu siyasəti və yanaşması bu qədər açıq şəkildə növbəti dəfə nümayiş etdirilməkdədir.